Azərbaycanda trans olmağın fasiləsiz bir mübarizəyə bərabər olduğu reallığa xoş gəlmisiniz. Hormon terapiyasına ehtiyacınız var. Deməli ya dedektiv kimi hər aptekdə axtarış aparmalı və ya fantastik qiymətlər ödəməlisiniz. Niyə belə dedim? Çünki ölkədəki trans icmanın hormon terapiyasına çıxışı çox məhduddur. Sağlamlıq üçün olduqca vacib olan bu terapiyada dərmanlar ya çox bahalıdır, ya da ümumiyyətlə tapılmır. Ailəsindən maddi dəstək ala bilməyən trans gənclər üçün hormon terapiyasının xərclərini qarşılamaq daha da çətinləşir. Ən yaxşı halda dərmanlar bazarda mövcuddur. Amma elə bil bu dərmanlar xəzinədən çıxarılır. Bir aylıq terapiyanın qiyməti bəzən minimum əmək haqqından da yüksək olur. Gəlin 3 il boyunca bu prosedurdan keçən dostumuz Hermanın da bu mövzudakı təcrübəsini birlikdə dinləyək. 3 ildir hormon qəbul edirəm və bu 3 ildə bir çox çətinliklə üzləşmişəm. Bunlardan biri də dərmanın tapılmaması idi. Əvvəllər tapılırdı, çox axtarmaq lazımdı, amma ən azından tapılırdı. Sonra Sustan ümumiyyətlə satışı dayandı. Omedron alırdıq, əvəz edici, Sustanın əvəz edici onu alırdıq. Sonra artıq apteklərdə onu da tapılmağa başladı. İndi ümumiyyətlə mən Bakıda dərman tapa bilmirəm. Son olaraq da onu demək istəyirəm ki, Hermanın yaşadığı çətinliklər onun və trans icmanın gündəlik mübarizəsinin bir parçasıdır.